Bir daha her birinizi salamlayıram müqəddəs cennet Kəlbəcər torpağımızda. Ramiz müəllim, xoş gəlmisən. Sağ ol. Ramiz müəllim, sən bu Kəlbəcərə gəlməyi haqq etmisən. Doğrudan da haqq etmisən. Sən Kəlbəcərin qeyrətli, təsvibkeş övladlarından bəlkə də deyərin birincisisən. Allah canını sağ eləsin. Həmişə Ramiz Abışovadı gələndə mən Ramiz Abışov ya Kəlbəcər bax bu cür başa düşmüşəm. Ramiz müəllimin çoxları dərindən tanımır. Ramiz müəllimin, Ramiz Abışovun bir gizli tərəfi var. O gizli tərəfi də onun ürəyidir, gözəl ürəyidir. Çox gözəl ürəyi var. Və Allaha şükürlər olsun ki, niyyət elədin. Dedin mən Kəlbəcərə, müqəddəs vətənimə Murov yolu yox, Ağdərə yolu gedəcəm. Allah da kömək oldu, dövlətimiz də, Azərbaycan ordusu da Allah ordumuzu qorusun. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Ramiz müəllim, bir daha xoş gəlmisən, buyur. Ədil bəy, çox sağ olun. Təqdimatınıza görə var olasınız. Həqiqətən elə sevincliyəm, o qədər möhtəşəm bir hadisədir ki, yəni arzuladığım günə gəlib çatmışam. Arzu etmişim ki, bəli, Kəlbəcər işğaldan azad olsun, Kəlbəcər Ağdərə yolu açıq olsun və mən daxil olmaqla bütün Kəlbəcərlər, bütün Azərbaycan xalqı el yolumuzdan Ağdərə yolu ilə getsin Kəlbəcərimizə. Və bunun uğrunda da həmişə mübarizə də aparmışıq. Var olsun dövlətimiz, hayırlıdır, şanlı ordumuz. Bəli, 24 saatin ərzində antiterror əməliyyatı keçirdi. Demək olar ki, Qarabağımıza bir dənə də erməni qalmadı. Hamısı rədd oldu, sıxdı getdi və bu günləri Qarabağımız ermənisizdir. Hər yerdə də üçrəkli bayrağımız dalğalanır. Yəni bu sevinç, bu möhtəşəm bir qələbəni, zəfərimizi biz yüksək səviyyədə bunu qeyd eləməliyik, qəbul etməliyik. Bunun üçün də biz şəhidlərimizə, borcluyuq, bizim qazilərimizə, Azərbaycan xalqına, ümumiyyətlə kimin bu işdə bu xidməti olursa, Müqəddəs işdə bu, müqəddəs işdə. Bəli, müqəddəs bir amal uğrunda kimin balaca bir xidməti olursa, bunların hamısı bizim üçün əziz insanlardır. 44 günlük müharibədə mən nəyi müəyyən elədim, müşahidə elədim. Deməli, əskər maşını gedir, arxadan bizim bir anamızdır, qadındır, qaça-qaça əlində yumurtadır, pendirdir, dürməkdir, qaça-qaça onu əskərə verir ki, mala ye. Yəni bu, Azərbaycan insanının vətənə, dövlətə olan bir xidmətidir, təmənnasız bir xidmətidir. Və bu günlərdə biz o əziyyətimizi çəkdiyimizə görə dövlət olaraq, millət olaraq, xalq olaraq çəkdiyimizə görə bu günləri Kəlbəcərimizə işğaldan azad olunur və bizlər də Kəlbəcərimizə əlimizi, qolumuzu sərbəst sallaya-sallaya öz torpağımıza gələ bilirik. Buna şükürlər etmək lazımdır. Bu möhtəşəm qələbəni qorumalıyıq, xalq olaraq qorumalıyıq. Yəni bunu biz əldə etmişik çox çətinliklə, bundan sonra da bunu qorumalıyıq. Demək biz tarixdə böyük hədəflərə imza atmışıq. Hədəflərimizin biri müstəqilliyimizin qazanmasıdır. Biri deməli, ərazi bütövlüyümüzü bərpa etməkdir. Hələ davamlı olacaqdır inşallah. Dərbənd bizi gözləyir, bizi Təbrizimiz gözləyir, inşallah bunlar da İrəvan oradan gözləyir. Yəni ki, biz bunların hamısına nail olmalıyıq. Amma ən çətini, bunların hamısının ən böyük çətini demokratiyadır. Yəni Azərbaycan xalqı bu demokratiya uğrunda mübarizəsində çətin də olsa da buna da nail olacaq. Və Azərbaycanda həqiqətən mən inanıram ki, sivil bir dövlət olaraq inkişaf eləyəcək, dünya dövlətləri arasında tanınmış bir dövlət olacaq. Azərbaycan regionda ikinci böyük Türk dövləti olmalıdır, olacaqdır. Azərbaycan dünyada, BMT-də, dünya ölkələri arasında söz sahibidir.
Ve bunun hamısı böyle sevindirici bir haldır. Ama bizim üzerimize halk olarak, ferd olarak bir məsuliyyət düşür ki, biz dövlətimizi sevməli, qorumalıyıq. Və nə qədər bizim işğaldan azad olunmuş rayonlarımız var, onların hamısının inkişafında iştirak etməliyik. Məskunlaşmalıyıq. Tezliklə məskunlaşmalıyıq ki, yurdumuzu yurd edək. Ona görə də çox sağ olun, sizlər də əziyyət çəktiniz. Bu günləri mənimlə birlikdə Kəlbəcərimizin içərisinə doğru hərəkət etdik. Getdik, o Kəlbəcərimizdə olan gözəllikləri gördük. Dövlətimiz yenə var olsun. Gözəl quruculuq işləri aparırlar. Sözün əsl mənasında Azərbaycan, Kəlbəcər dünyada ən tanınmış turizm şəhəri kimi, turizm şəhəri kimi, yəni dünyanın gözü olacaqdır. Çünki baxıb görürəm ki, o quruculuq işləri, o tikinti işləri, demək olar ki, gözəl bir şəhərin salınması Azərbaycanın, Kəlbəcərin inkişafı deməkdir. Bu sevinci həmişə biz möhtəşəm saxlamalıyıq. Bunu qoruyub saxlamalıyıq. Bir anda olsun ki, biz bunu heç vaxtı yaddan çıxartmamalıyıq. Yəni, unutmamalıyıq. Bilirsən, çox əziyyətlər oldu, çox əziyyətlər çəkildi. Bugün getdim, elə qardaşlarla da getdik, orada da ağladı. Bilmədim, sevinci ağlamasıydı, gözyaşlarıydı, yoxsa nə bilim, keçmiş xatirələrimiz idi. Evimizi tamamilə çürümüşdülər, evimiz yerində yox idi. Amma Torpağı yerində. Torpaq yerindədir. Ümid edirəm ki, evimizin yerində çox gözəl, möhtəşəm dövlət obyektləri, parklar, yaşayış binaları. İndi dövlət özündən məsləhət bilir, nəyisə tikər, gözəl olar və Kəlbəcərimiz həqiqətən gözəl bir şəhər olar. Var olasınız, Allah sizi var eləsin. Siz də var olun, minnətdaram, çox sağ olun. Fürsətdən istifadə edeyim, onu da deyim ki, bu günləri Kəlbəcərimizdə bizim Azərbaycanın qeyrətli oğlanlarından biri qazimiz Ənvər qardaşımızı da gördük. Ənvər qardaşımız da, yəni demək olar ki, üzə gəldi, dayanıb söhbət eləmədik. Siz görüşdünüz, elə mi? Görüşdük, şəkildə çəkdik. Onu da salamlayırıq. Bəli, vətənimiz üçün canından keçən övladlarımız, Allah şəhidlərimizə rəhmət eləsin, Ənvər qardaşımız kimi qazilərimizə də şəfa versin, can sağlığı versin. Sağ olun. Bir daha ziyarətiniz qəbul olsun. Sağ olun. Allah sizi var olsun.